İlk növbədə Allahdan qorxmağı tövsiyə edirəm. Bu Rəbbimizin həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir nəsihətidir. Buyurur ki, öz kəlamında biz sizdən əvvəlki əhl-i kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və sonra bir hədisə toxunmaq istəyirəm. Hansı ki, İmam Muslim və İmam Buxari rəvayət edib öz səhihində Əbi Bəkradan, radiyallahu anhudan, o da Peyğəmbər sallallahu aleyhi və səlləmdən deyir ki, sallallahu aleyhi və səlləm İnnəz zəmənə qad istədara kəhəyyəti yevm xaləqallahu səməvati vəl-ard. Zaman artıq Allah Taala'nın göyləri, yeri xəlq etdiyi zamandakı kimi əvvəlki şəklinə, nizamına geri qayıdıb. Əs-sənətü 12 şəhra, il 12 aydır. Minhə arba'atu hurum, ondan 4'ü haram aydır. Sələtə mütəvəliyət, 3'ü ardıcıl, Zilqa'də, Zilhiccə və Məhərrəm. Sonra buyurur ki, sallallahu aleyhi və səlləm və rəcəbu şəhru mudarəlləzi beynə cəmədi və şəban. Və Rəcəb ayı, hansı ki, Şəban ayı ilə Cəməd ayı arasında olan Mudar qəbiləsinin ayıdır. Və bu əzəmətli mübarək 4 haram aydan birindəyik artıq. Allah Taala'nın ayı, Məhərrəm ayı, Hicri ilinin ilk ayı. Və dedik ki, haram aylardan biri xeyr mövsümü. Hansı ki, Allah Taala o xeyr mövsümlərindən bir mövsüm edib bu ay, bəli. Və müstəhəbdir bu ayda edilən əməllərdən orucu çoxaltmaq, orucu çox tutmaq. Necə ki, İmam Muslim rəvayət edir Əbu Hüreyrədən, deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, Ramazan ayından sonra ən əfsəl oruc Allahın Məhərrəm ayının orucudur. Və fərz namazlarından sonra ən əfsəl namaz gecə namazıdır. Və bu ayın ən əfsəl günlərindən ən xeyirlisi 10-cu günüdür. Hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm o günün orucunu tutub və əmr edib o günün orucunu tutmağa İbn Abbas rəvayət edir. Necə ki, İmam Muslim və İmam Buxari rəvayət edir. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinəyə gəldi və gördü ki, Yahudilər Aşura gününü, yəni Məhərrəmin 10-cu gününü orucunu tutur. Dedi ki, mə hədə? Dedi ki, nədir bu? Yəni, nə üçün tutursuz? Dedilər ki, hədə yevmun salih. Bu, salih gündür. Hədə yevmun nəccəllahu bəni İsrailə min əduvihim. Bu gün Allah Taala Bəni İsraili düşmənlərindən xilas edib. Fəsaməhu Musa və Musa o günü oruç tutub. Və dedi ki, sallallahu aleyhi və səlləm fəənə həqqu bi Musa minkum. Mən Musaya sizdən daha layiqəm. Fəsaməhu və əməra bi səvmihi. Və o günü oruç tutdu və əmr etdi o günü oruç tutsunlar. Yəni səhabələr. Və İmam Buxari nəql edir. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinəyə gəldiyində gördü ki, Yahudilər Aşurəni oruç tutur. Soruşuldu onlardan. Dedilər ki, bugün Allah Taala Musanı və Bəni İsraili bir edib, zəfərə çatdırıb Firavun üzərində. Yəni qələbəyə çatdırıb. Və biz bu günü onu əzəmətləşdirmək üçün oruç tuturuq. Və dedi ki, sallallahu aleyhi və səlləm nəhnu əvlə bi Musa minkum. Biz Musaya sizdən daha layiqik. Thumma əməra bi səvmihi. Sonra o günün orucunu tutmağa əmr etdi. Və 10-cu günün orucunu tutmaq Abdullah ibn Abbasın rəvayət etdiyi digər hədislə təkid edilir bizə. Hansı ki, deyir ki, Abdullah ibn Abbas radiyallahu anhuma deyir ki, mə rəaytun nəbiyyə sallallahu aleyhi və səlləm yətəhərrə siyamə yevmin faddələhu alə qeyrihi illə hədəl yevm. Deyir ki, radiyallahu anhu, Peyğəmbər sallallahu aleyhi və səlləmin bu günün orucu kimi digər oruclardan üstünlük verdiyi başqa gündə oruç tutduğunu görmədim. Bu günü seçirdi. Bu günü axtarırdı. Və sonra deyir ki, yevm-i Aşura, o gün Aşura günüdür. Və hədə şəhr, və bu ay, yəni Ramazan ayı. Aşura günü və Ramazan ayının orucu kimi Peyğəmbər sallallahu aleyhi və səlləmin üstünlük verdiyi başqa günləri görməyib Abdullah ibn Abbas. Ona görə İmam Buxari Ayşə radiyallahu anhədən nəql etdiyi hədisdə gəlir ki, deyir ki, radiyallahu anhə, elə ki, Aşura günü olurdu, Qureyş o günü oruç tuturdu cahiliyyədə. Hələ cahiliyyə dövründə də Qureyş o günü oruç tuturdu və deyir ki, biz də o günü oruç tuturduq. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də o günü oruç tutub. Elə ki, Mədinəyə gəldi, o oruca davam elədi, yəni orucu tutdu. Və əmr etdi ki, oruç tutulsun. Və sonra elə ki, Ramazan fərz edildi, kim istəyirdi o günün orucunu tuturdu, kim istəyirdi tutmurdu. Və müstəhəbdir o günün orucuna rəğbətləndirəsən uşaqları da. Hətta yaşları az olsa belə, çünki İmam Buxari və Muslim nəql edir bizə Rubeyyə binti Muavviz İbn Afradan radiyallahu anhədən deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Aşura gününün səhəri Mədinə ətrafında olan ənsarların yaşadığı kəndlərə xəbər göndərdi. Nə dedi onlara? Mən kənə asbəhə saimən fəlyutimmə səvbə. Kim bugün orucludursa, orucunu tamamlasın. Və mən kənə asbəhə muftiran fəlyutimmə bəqiyyətə yevmi. Kim bugün yeyibsə, gününün qalan hissəsini oruç tutsun.
Və deyir ki, Rabi, fəkunnə bə'də dəlikə nasumuhu. Biz ondan sonra o günü oruç tuturduq. Və nusavvimuhu və nusavvim sibyanənə. Və oruç tuttururduq. Və uşaqlarımıza da oruç tuttururduq. Kiçik uşaqlarımıza da oruç tuttururduq. Allahın istədiyi qədər. Yəni, nə qədər bacarırdılarsa. Sonra nə deyirdik? Nədhəbu iləl məscid. Sonra məscidə gedirdik. Fənəcəlu ləhumul lü'bətə minəl-ehin. Onlar üçün boyanmış yundan oyuncaq düzəldirdik. Fəidə bəkə əhəduhum alə't-ta'am a'taynahu iyyahə indəl iftar. Elə ki, onlardan hansısa ağlayırdı, yəni yemək üçün. İftara qədər başını qatsın deyə o oyuncağı ona verirdik. Və Aşura gününün orucu əcri əzəmətlidir. Savabı böyükdür və dedik ki, əzəmətli bir mövsümlərdən biridir. Savabların artırıldığı, hansı ki Allah Teala o mövsümlərdə bəndələri üçün lütf edib, onların etdiyi əməl müqabilində mükafatlarını artıq edir. Buyurur ki, sallallahu aleyhi və səlləm, thələtə min kulli şər, hər aydan 3 gün, və Ramadan ilə Ramadan, Ramazandan Ramazana, və hədə siyamud dəhri kulli, bu ilin hamısını oruç tutmaq kimidir. Sonra deyir ki, siyam-ı yevmi Ərafə, Ərafə gününün orucu, əhtəsibu aləllahi ən yukəffirə sənətilləti qabləh və sənətülləti bə'də. Ərafə gününün orucu ümid edirəm ki, Allah Teala onunla bir il əvvəlki, bir il sonraki günahları bağışlasın. Sonra deyir ki, və siyam-ı yevmi Aşura, və Aşura gününün orucu, əhtəsibu aləllahi ən yukəffirə sənətilləti qabləh. Allah Teala'dan ümid edirəm ki, Aşura gününün orucu ilə bir il əvvəlki günahları bağışlasın. Nə əzəmətli əcr, nə əzəmətli mükafat, məhrum, yalnız özünü bundan məhrum edəndir. Bir günün orucu bir il əvvəlki xətaları bağışlanmasına səbəbdir. İlin tam günahlarının silinməsinə səbəbdir Allahın rəhməti ilə, bəndələrinə, bizə olan lütfi ilə, bu ümmətə verdiyi neyməti ilə, hörməti ilə. Ona görə də müsəlman Aşura gününün orucunu tutmaq onun üçün müstəhəbdir. Və müstəhəbdir bir gün qabaq da tutsun. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm bunu ümid edib, onu arzuluyub ölümünə yaxın. Abdullah ibn Abbas radiyallahu anhuma deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, لَاِنْ بَقِيتُ ilə qabil. Əgər gələn ilə qalsam, لَاسُومَنَّ التَّعْسِ. 9-cu günü də tutacam orucu. 9-cu gününü də oruç tutacam. Başqa bir rəvayətdə Əbi Bəkr radiyallahu anhu deyir ki, yəni yevmə Aşura, yəni Aşura günü. Yəni gələn ilə Aşuraya qalsam. Və İmam Tirmizi rəvayət edir, deyir ki, Abdullah ibn Abbas dedi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, Sumut təsiyə vəl-əşirə və xaliful yahud. 9-u, 10-u oruç tutun, yahudilərə müxalif olun. Və Aşura günü gün olaraq bizim üçün xatırlamadır. Əzəmətli bir xatırlama, hansı ki bizə göstərir, bizə öyrədir ki, Allah Taala'nın qüvvətinin qabağında qüvvət yoxdur. Allah Taala'nı göydə, yerdə heç kim, heç nə aciz edə bilməz. Və Allah Taala əgər bir şey istəsə, ona ol deyir və o da olur. Və Aşura günü risalədir, məktubdur, xəbərdarlıqdır, batilə, əhlinə bildirir ki, nə qədər çox böyüsə də, şişsə də, qabarsa da, təkəbbürlükdə həddi aşsa da, bəzən etsə ki, ona heç nə qalib gələ bilməz. Heç kim qalib gələ bilməz. Onun hiləsini, məkrini, batilini rədd edə bilməz. Onun ordusunu, qoşununu məğlub edə bilməz. Halbuki o gün xatırladır ki, onların, batilin və əhlinin aqibəti həlakdır. Sonluğu zəlillikdir, rəzillikdir. Necə ki Firavun, hansı ki həddi aşmışdır, üsyan etmişdir və təkəbbürlüyü o dərəcədə artmışdır, şişmişdir, iddia edirdi nə? İlahlıq. Uluhiyyət iddia eləmişdi. İnsanlara elan eləmişdi. Hər bir cürəti ilə, azğınlığı ilə, arsızlığı ilə mə əlimtu ləkum min ilahin qeyri. Sizin üçün başqa ilah tanımıram özümdən başqa. Və ağız dolusu deyirdi, həya etmədən, xəcalət çəkmədən, ənə rabbukumul a'lə, mənəm sizin uca Rəbbiniz. Lakin əzaba düçar olandan sonra nə mülkü, nə səltənəti, nə ordusu, nə dostları, nə köməkçisi kömək eləmədi ona. Necə ki Allah Teala deyir, fəəxədəhullahu nəkələl-əxirəti vəl-ulə. Allah Teala onu axirət və bu dünya əzabı ilə yaxaladı. İnnə fī zəlikə lə'ibrətən limən yaxşə. Bunda qorxanlar üçün ibrət var. Ona görə də bu ay, Məhərrəm ayı bizə xatırladır izzəti, Allah Teala'nın köməyinin gəlməsini, xatırladır bizə ki, necə Peyğəmbərinə, Musaya kömək edib, qövmünə kömək edib, azğın Firavuna qarşı. Həddi aşmış, təkəbbürlü, baxmayaraq sayları çox olsa da, baxmayaraq azüqəsi, miniyi çox olsa da, lakin Allah Teala zalimlara möhlət verir. Zülmün içərisində həddi aşmaları üçün ki, onları götürdüyündə onlara macal verməsin. Əbu Musa Əl-Əşəri radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, İnna Allah əzzə və cəl yumlid zalim fə idə əxədəhu ləm yuflitu. Həqiqətən Allah Teala zalıma möhlət verir və elə ki onu yaxaladı, ona qaçmağa macal verməz. Sonra bu ayəni oxudu. Və kəzəlikə əxdu rabbuka idə əxədəl qura və hiyə zalimə. Rəbbin zalim bir kəndi yaxaladığı zaman beləcə İnnə əxdəhu əlimun şədid. Onun yaxalaması, yəni cəza verməsi şiddətli və ağır vericidir. Ona görə bu ay xatırladır bizə.
və xatırlama edir ki, kömək, izzət Allah Taala'dandır. Və Allah Taala öz dininə kömək olur. Öz kitabına, dostlarına, peyğəmbərlərinə, müttəqilərə və gözəl sonluq da müttəqilər üçün. Ona görə dinlərindən tutunanlar bilsinlər ki, Allah Taala'nın köməyi onlarlandır. Bu Rəblərinin vədidir və bu kömək Rəblərindən də onlar üçün. وَمَنْ نَصْرُ إِلَّا مِنْ عِنْدِ اللّٰهِ الْعَزِيزِ الْحَكِيمِ. Həqiqətən kömək, izzət və hikmət sahibi olan Allah'tandır. Və bu ay və bu gün, Aşura günü həmçinin bizə xatırlatır başqa bir hadisəni, hansı ki İslam tarixində baş verib. Böyük bir müsibət, hansı ki Məhərrəm ayında, hicrətin 61-ci ilində baş verib. O dəhşətli, faciəvi, kədərli hadisə, hansı ki müsəlmanların qəlbini zədələyib, qəlblərinə kədər, qüssə salıb. O günün acılığı, hansı ki cümə günü, Məhərrəm ayının onu Abu Abdullah Hüseyin ibn Ali qətl edilib. Peyğəmbər sallallahu aleyhi və səlləmin nəvəsi, qızı Fatimənin oğlu zalim bir tayfanın əli ilə, azğın bir dəstənin əli ilə və şəhid olaraq vəfat edib. Və vəfat etdiyində 56 yaşında olub. O kəs ki, Peyğəmbər sallallahu aleyhi və səlləm onun haqda deyib ki, Əl-Həsənu vəl-Hüseyin seyyidə şəbəb əhlil cənnə. Həsən, Hüseyin cənnət cavanlarının ağasıdır. Və İmam Tirmizi və Əhməd, eləcə də Tabarani rəvayət edib, Peyğəmbər sallallahu aleyhi və səlləmin onlar haqda etdiyi duanı deyib ki, Allahumma inni uhibbuhuma fəhbibhuma. Allahım, mən onları sevirəm, sən də onları sev. Ona görə də böyük səhabələr onlara hörmət edirdi. Ona hörmət edirdi. Necə ki o onlara hörmət edirdi. Onların yerini bilirdi. Əzəmətləşdirirdi onları. Onlar da ona hörmət edirdi, əzəmətləşdirirdilər. Ömər radiyallahu anhu Beytülmaldan onun üçün mal ayırmışdı hörmət əlaməti olaraq. Həmçinin İmam Buxari rəvayət edib Abdullah ibn Ömərdən, deyir ki, İraqdan bir kişi Abdullah ibn Ömərdən sual soruşur. Ehramda olanda milçəyi öldürmək haqda qəzəblənir ona, deyir ki, İraq əhli, soruşursunuz milçəyi öldürmək haqda, lakin Peyğəmbərin qızının oğlunu öldürdünüz. Onlar bu dünyadan iki reyhandır, yəni ətir, gözəl ətir qoxulu bir bitkidir. Lakin bu əzəmətli baş vermiş hadisə, bu müsibət, eləcə də Allahdan gələn kömək, hansı ki Musaya və qövmünə gəlmişdi. Eləcə də İslam ümmətinə gələn kömək, istər qədimdə, istər hazırki dövrdə, heç vaxt nə bayrama, nə də matəmə çevrilməyib İslam tarixində. Nə Peyğəmbər sallallahu aleyhi və səlləm, nə də ondan sonra gələn Raşidi xəlifələri, əshabı onu nə bayrama, nə də matəmə çevirməyiblər. Nə Firavunun məğlub olmasını və qoşununun həlak olmasını, nə Musanın qələbə çalmasını, nə Məkkənin fəthini, nə də digər fəthləri bayrama çevirməyiblər, qeyd eləməyiblər. Nə də səhabələr, ümmətin salih sələfləri, ümmətin əzəmətli insanlarının vəfat etməsini, qətl edilməsini matəmə çevirməyiblər. Peyğəmbər sallallahu aleyhi və səlləmin ölümünü və ya Ömər ibn Xattabın, eləcə də Osman ibn Əffanın, Əli ibn Əbi Talibin qətlini və digər imamların qətllərini matəmə çevirməyiblər. Əksinə, Aşuranın orucunu tutublar. Allaha şükr əlaməti olaraq Musanı xilas etdiyi üçün, əgər Peyğəmbərləri onlar üçün bu günü şükr əlaməti olaraq oruç tutma günü əmr etmiş olmasaydı, o günü oruç tutmazdılar. Oruç tutmalarının səbəbi Peyğəmbərlərinə tabiçilikdir. Ona görə də bu günlər fürsətdir. Allah Taala'ya yaxınlaşmaq üçün, əməlləri artırmaq üçün, xüsusən də orucu dedik ki, bu ay oruc ayıdır və xeyr ayıdır və bacardıq qədər bu xeyr mövsümündən yararlanmalısan. Bu fürsəti dəyərləndirməlisən, qənimət götürməlisən, öz nəfsin üçün ki, sabah qarşıva çıxanda o xeyirdən faydalanasan. Kim miskal zərrə qədər xeyr edərsə, onu görəcək. Allah Taala bizə eşidib faydalardan etsin. Allah Taala ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qorusun. Ölkəmizi, digər müsəlman ölkələrini əmin-amanlıq diyarı etsin. Ölkə başçımızı qorusun. Onu xeyrə müvəffəq etsin. Harda xəstə müsəlmanlar varsa onlara şəfa versin. Zəif müsəlmanlar varsa onlara kömək olsun. Aclarını doyursun, susuzlarını doyursun. Bizi eşidib faydalardan etsin.